Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bu yay ən şanslı 5 bürc onları nələr gözləyir? Yay fəsli bir çox insan üçün yalnız günəşli günlər, istirahət və səyahətlər demək deyil. Bu dövr həm də yeni başlanğıclar, gözlənilməz imkanlar və həyatın müxtəlif sahələrində müsbət dəyişikliklərlə yadda qala bilər. Astroloji yozumlara görə 2026-cı ilin yay aylarında bəzi bürclər digərlərindən daha çox diqqət çəkəcək və müxtəlif sahələrdə uğurlarla qarşılaşa biləcəklər. Qeyd edək ki, astrologiya elmi olaraq təsdiqlənmiş proqnoz deyil və burada qeyd olunan məlumatlar əyləncə məqsədi daşıyır. Bununla belə bürclərlə maraqlanan insanlar üçün yay aylarının necə keçə biləcəyi barədə maraqlı ehtimalları təqdim edirik. Birinci yerdə Şir bürcü gəlir. Şir bürcü nümayəndələri üçün bu yay xüsusilə yadda qalan ola bilər. Onların yüksək enerjisi, özləyinamı və liderlik xüsusiyyətləri ətrafdakılar tərəfindən daha çox diqqət çəkəcək. İş həyatında yeni imkanların yaranması, maraqlı təkliflərin gəlməsi və uzun müddətdir üzərində çalışdıqları layihələrin uğurla nəticələnməsi ehtimalı var. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər gözlənilir. Tubayşirlər yeni tanışlıqlar əldə edən münasibətdə olanlar isə əlaqələrini daha da möhkəmləndirə bilərlər. Yay aylarında öz potensiallarını nümayiş etdirmək üçün əlverişli şərait yaranacaq. Məhz buna görə astroloqlar Şir bürcünü yayın ən şanslı bürclərindən biri hesab edirlər. İkinci şanslı bürc Buğadır. Buğa bürcü nümayəndələri üçün əsas uğur maliyyə sahəsində gözlənilir. Uzun müddətdir göstərilən zəhmətin nəticələrini görmək imkanı yarana bilər. Yeni əməkdaşlıqlar, əlavə gəlir mənbələri və səfəli təkliflər gündəmə gələ bilər. Buğalar adətən sabitliyi sevirlər və bu yay həmin sabitlik hissi daha da güclənə bilər. Ailə münasibətlərində harmoniya, şəxsi həyatda rahatlıq və daxili rahatlıq ön plana çıxacaq. Maddi vəziyyətlə bağlı müsbət xəbərlər onların motivasiyasını daha da artıracaq. Üçüncü yerdə Tərəzi bürcü qərarlaşıb. Tərəzilər üçün yay aylarının əsas mövzusu sevgi və münasibətlər olacaq. Romantik hisslərin güclənməsi, yeni insanlarla tanışlıq və maraqlı ünsiyyətlər onların həyatında mühüm rol oynaya bilər. Uzun müddətdir davam edən münasibətlər daha ciddi mərhələyə keçə bilər. Bəzi tərəzilər üçün isə gözlənilməz etiraflar və xoş sürprizlər mümkündür. Bundan əlavə sosial çevrələrinin genişlənməsi sayəsində yeni dostluqlar və faydalı əlaqələr qurmaq şansı yaranacaq. Bu yay Tərəzi bürcü nümayəndələri özlərini daha xoşbəxt və sosial hiss edə bilərlər. Ətraf mühitlə qurulan əlaqələr onların həyatına yeni rəng qatacaq. Dördüncü şanslı bürc Oxatandır. Oxatanlar yenilikləri və macəraları sevən insanlar kimi tanınırlar. Yay aylarında onların qarşısına maraqlı imkanlar çıxa bilər. Səyahətlər, yeni məkanlar, fərqli insanlarla tanışlıq və həyat təcrübələrinin artması Oxatanların gündəmini zənginləşdirəcək. Bəzi Oxatanlar üçün yeni iş imkanları və ya gələcək planlarını dəyişə biləcək təkliflər də ortaya çıxa bilər. Qarşılarına çıxan fürsətləri düzgün dəyərləndirən Oxatanlar gələcək uğurlar üçün möhkəm təməl qoya bilərlər. Bu dövrdə riskləri ağıllı şəkildə idarə etmək və yeni təcrübələrdən yararlanmaq onların ən böyük üstünlüyünə çevrilə bilər. Beşinci yerdə isə Dolça bürcü yer alır. Dolça bürcü nümayəndələri üçün yay ayları yaradıcılıq və inkişaf dövrü hesab olunur. Onların yeni ideyaları diqqət çəkə bilər və uzun müddətdir planlaşdırdıqları layihələri həyata keçirmək imkanı yarana bilər. Dolçalar qarşıdakı aylarda öz bacarıqlarını nümayiş etdirmək üçün əlverişli şərait əldə edəcəklər. İş və təhsil sahəsində mühüm nailiyyətlər mümkündür. Həmçinin uzun müddətli həllini gözləyən bəzi məsələlər müsbət istiqamətdə dəyişə bilər. Yaradıcılıqla məşğul olan dolçalar üçün bu dövr xüsusilə məhsulda görülür. Yeni layihələr və fərqli ideyalar gələcək uğurların əsasını qoya bilər. Nəticə olaraq astroloqların fikrincə bu yay Şir, Buğa, Tərəzi, Oxatan